Değerli YouTube kanalımın izləyiciləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Deməli, İnşaatçılar metrosunun düz üzərində 3 otaqlı, kupçalı, yeni təmir olunmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə təqdim edəcəm. Mənzilin ümumi sahəsi 135 kvadratdır. 16 mərtəbəli binanın 11-ci mərtəbəsindədir. Mənzil yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Təmir zamanı bahalı və keyfiyyətli inşaat materiallarından istifadə olunub. Mən mənzili ümumi olaraq bütün detalları ilə sizlərə təqdim edəcəm, yəni tanış edəcəm. Amma ilk öncə mən sizə onu vurğulayım ki, mənzil birbaşa metronun üzərindədir. Baxın, düz metro İnşaatçılar, birbaşa çıxış və metrodan çıxıb birbaşa binanın həyətinə daxil ola bilirsiniz. Mənzilin baxış istiqaməti baxın Şərifzadə küçəsinədir. Birbaşa Şərifzadə küçəsinə baxır. Mənzilin gün düşmə hissələri isə cənub və qərb istiqamətindədir. Yəni mənzil gün görən mənzildir. Keçək təqdimata. Təqdimatda mən sizə bütün detalları ilə ətraflı təqdim edəcəm. Xahiş olunur sona qədər izləməyə, kanala abunə olub və videonu bəyənməyi də unutmayın. Deməli, burada giriş qapımızdır. Daxil olduq sağda, sağ hissədə güzgülü belə gözəl açarlıq hissə düzəldiblər. Yəni güzgü və açarlıq, aksesuar hissələri burada düzəlib. Və belə bir dəhliz hissəmiz var. Baxın, belə bir gözəl dəhliz hissədir. Sol tərəfdə tam boy tavana qədər yığılmış qardirob və ayaqqabı geyinmə hissəsi təsis olunub. Burada isə divarda gözəl mebel işləmələrdən istifadə olunub. Döşəmədə 60-ın 120-yə qranit mərmərdən istifadə olunub. Mətbəx, sanitar qovşağı və dəhliz bu şəkildədir. Baxın, belə bir gözəl dəhliz hissədir və buradan bütün otaqlara rahat daxil ola bilirsiniz. Burada mənzilin uşaq yataq otağı, qonaq otağı, böyük yataq otağı, mətbəxi, qardirob çamaşırxana hissəsi və sanitar qovşağı yerləşir. Gəlin buradan başlayaq. Mənzilin sanitar qovşağını görürsünüz. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlarla təmin olunub. Çox bahalı təmirdir. Qeyd edim onu da sizlərə. Modern tərzdə təmir olunmuş bir mənzil. Sanitar qovşağını təqdim elədik sizlərə. Keçək mənzilin burada çamaşırxana hissəsini sizlərə təqdim edim. Həm qardirob, həm çamaşırxana hissəsidir. Baxın, lazım olan xəttlər də orada yerləşdirilib. Baxın, bu şəkildədir. Burada mənzilin mətbəx hissəsi yerləşir. Baxın, belə bir gözəl mətbəx hissə. Baxış Şərifzadə küçəsinə. Tam boy tavana qədər yığılmış mətbəx mebeli kifayət qədər geniş sahəyə malikdir və mətbəx mebeli üçün lazım olan aksesuarlar və elektrotavar hissələri də yerləşdirilib. Yalnız siz soyuducu, paltaryon falan bunları gətirib yerləşdirəsiniz. Baxın, görürsünüz. Burada mənzilin yataq otağı yerləşir. 2 pəncərədən ibarət yataq otağı var. Burada əlavə olaraq işıqlı qardirob yerləşdirməyin istəyənlər üçün də elektrik naqili yerləşdirilib. Kondisioner xəttləri hər otaqda çıxarılıb. Baxın, belə bir gözəl əsas yataq otağıdır, dəyərli izləyicilərimiz. Keçək mənzilin gözəl bir qonaq otağına. Baxın, belə bir gözəl, geniş, kvadrat ölçülü bir qonaq otağıdır. Bəzi mənzillərdə daxil olursunuz, dar uzun otaqlara malikdir. Ancaq burada bütün evlərin ölçüləri dördbucaq şəklindədir. Baxın, belə bir qonaq otağı var. Baxın, bu şəkildədir. Hündürlük 3 metrə yaxındır. Keçək mənzilin uşaq yataq otağında sizlərə təqdim edim. Baxın, görürsünüz, divarda da belə gözəl mebel işləmələrdən, güzgü və daraq işləmələrdən istifadə olunub. Burada isə mənzilin uşaq yataq otağıdır və buradan eyvana çıxış var. Mənzilin baxış istiqaməti cənub-qərb istiqamətindədir. Yəni günortadan sonra bütün gün mənzil günəş görür. Bu da mənzilin uşaq yataq otağı. Keçək mənzil haqqında məlumat verim. Metronun düz üzərində, Şarmobilin tam üzərində 16 mərtəbəli binanın 11-ci mərtəbəsində 135 kvadrat ölçülü qanuni otaq yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim elədim. Sənəd kupçadır, qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qədərdə alqı-satqı edirsiniz, mənzili həmin illə təhvil alırsınız. Qiymət 375.000 manatdır. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Açar məndədir, gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.